Baxın, həmən bu binadır. 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Parkına kim var? Heydər Əliyev prospekti gördüyünüz kimi. Dəyərli izləyicimiz, Köhnə və Yeni Bazara piyada məsafə, binanın qarşısında öz parkı, 3 otaqlı tam təmir əşyalı. Daxil olaq evə, sizlə tanış edim. Daxil olduq evə, baxın belə gözəl mənzildir. Dəyərli izləyicimiz, daş binalı 4 mərtəbəli binanın yerləşir. 4-cü mərtəbəsində mansard deyil. 4 mərtəbə binanın 4-cü mərtəbəsidir. Beton binadır. Baxın, dəhliz hissəsidir. Evə daxilində belə solda belə şkaf kimi düzəldilib. Evdə paltarları zadı, yəni yerləşdirməyə olar. Sağ əldə yerləşir hamam sanuzer. Evdə gördüyünüz bütün əşyalarla birgə 3 otaq tam təmirli. Dəyərli izləyicimiz, gözəl mənzilimiz satılır. Mərkəzdə Heydər Əliyev prospekti Heydər Parkına yaxın bir ərazidə, piyada məsafə. Baxın, burada yerləşir bir yataq otağı. Gördüyünüz kimi, baxın, mansard deyil, təmiz 4 mərtəbəsidir. Tam təmirli, əşyalı. Evdə nə görürsünüz, hamısı qalır. Dəyərli izləyicimiz, keçək digər otaqla sizi tanış edim. Çox geniş evdir, fərah evdir. Baxın, belə genişdir. Burada zaldır, gördüyünüz kimi, baş tərəfdə yerləşir mətbəx. Bir dənə evdə çıxacaq, bax bu paltar yanmaşın. Evdə nə görürsünüz, hamısı qalır. Dəyərli izləyicimiz, gördüyünüz kimi həyətidir. Plaşatka, futbol meydançası, dayanacaq, hamısı qaydasındadır. Heydər Əliyev prospekti tam mərkəzdə Kupçalı. Kupçalı ev axtaranlar buyura bilər. Mərkəzdə ev axtaranlar buyura bilər. Dəyərli izləyicimiz, baxın, burada da yerləşir bizim gözəl belə yataq otağımız. Görürsünüz necə genişdir, dəyərli izləyicimiz. Tam təmirli. Qiymət 120.000 manata Kupçalı. Mərkəzdə. Baxın, Heydər Əliyev prospekti, dəyərli izləyicimiz. Görürsünüz, kolorit. Bu da Heydər Əliyev prospekti. Tam təmirli. Heydər Parkına piyada bir məsafə. Məktəblərə, marketlərə, bağçalara piyada bir məsafə. 4 mərtəbə binanın 4-cü mərtəbəsində yerləşir. Mansard deyil, qanuni mərtəbədir. 120.000 manata. Kimin nə sual varsa, əlaqə saxlaya bilər. Qiymət 120.000 manat.